Hər kəsə salam. Bugünkü verilişimizin qonağı klinik psixoloq, Dünya Yaddaş Olimpiadaları Federasiyasının üzvü Mirşahin Əlizadə. Mirşahin bəy, salam. Salam. Necəsiz? Çox sağ olun, yaxşı. Siz necəsiz? Siz yaxşı olasınız, çox sağ olun. Sizə ilk sualımız belə olacaq. Özünüzü qısa olaraq necə təqdim edə bilərsiniz? Qısa olaraq Mirşahin Əlizadə. Mən klinik psixoloqam, eyni zamanda Dünya Yaddaş Olimpiadaları Federasiyasının üzvüyəm. Həmçinin dünyada şuuraltı dəyişimlə bağlı çox effektiv metodlardan biri olan Psyche Facilitator, yəni Psyche üzrə asanlaşdırıcı olaraq fəaliyyət göstərirəm. Psixologiya nədir və onun insan həyatında rolu nədən ibarətdir? Psixologiya ruh haqqında elm deməkdir. Bildiyimiz kimi insan nədir deyə sual verdikdə biz insanı üç cür tərif edirik. İnsan bioloji, psixoloji və sosial bir varlıqdır. Ona görə də biolojik cəhətdən insanın öyrənən elmlər var, psixologiya elmi var, bir də sosiologiya elmi var. Çünki insan həm psixolojik, həm də sosial bir varlıqdır. Odur ki, insan təkcə fiziksel bədənindən ibarət deyil. Biz düzdür, ət və sümükdən ibarətik fiziki olaraq, amma eyni zamanda düşüncələrimizdən ibarətik. Bizim duyğularımız var, düşüncələrimiz var. Həmin bu duyğularımızı, düşüncələrimizi və onların bizim həyatımızdakı təsirlərini öyrənən elm sahəsi psixologiya adlanır. Psixologiya çətinliyi olan hər insanın çarəsidir. Sizcə bu fikirlə razısınız? Baxır, çətinliyi necə biz tərif edirik? Çətinlik nədir bizim həyatımızda? Mevlana'nın bir sözü var, deyir ki, sən düşüncədən ibarətsən, geriyə qalan ət və sümüksən. Gül düşünsən, gülüstan olarsan, tikan düşünsən, tikanlıq olarsan. Eyni zamanda bir çox filosoflar da bunu vurğulayıblar həmişə. Məsələn, Gandhinin bir sözü var, Mahatma Gandhinin, deyir ki, inanclarınızı pozitiv saxlayın. Çünki inanclarınız düşüncələrinizə dönüşər, düşüncələriniz hisslərinizə dönüşər, hissləriniz davranışlarınıza, davranışlarınız vərdişlərinizə, vərdişləriniz talehinizə dönüşər deyə bir sözü var Gandhinin. Bu onu göstərir ki, insanın zehnində olan bir inancı, bir düşüncəsi gətirib çıxarır onun həyatının necə olacağına, yəni talehinə. Və odur ki, biz həyatımızda bəzən başımıza gələn və təkrarlanan problemlərimizin adını çox vaxt taleh və qismət adlandırırıq. Və bu cəhətdən biz deyə bilərik ki, həyatımızdakı yaşadığımız bütün çətinliklər zaten həyatımızın bütövlüyünün bir tərkib hissəsi olduğuna görə həyatımızın istənilən sahəsində bu münasibətlər, karyeramız, şəxsi həyatımız, hətta fiziki sağlamlığımız da daxil olmaqla həyatımızın bütün bu sahələrində insan psixologiyasının, düşüncəsinin çox böyük bir əhəmiyyəti var. Ona görə də istisnasız bütün problemlərdə mütləq şəkildə insan düşüncələrinə və duyğularına baxmalıdır. Çünki yaşadığımız heç bir şey təsadüf deyil, hər şeyin bir səbəbi var. Çünki səbəb əsaslı bir kainatda, məqsəd yönümlü bir kainatda yaşayırıq. Odur ki, biz deyə bilərik ki, psixologiya bütün çətinliklərimizin səbəbi mütləq şəkildə psixolojik deyil. Ancaq bütün çətinliklərimizin içərisində mütləq şəkildə bir psixolojik bir nüans var. Ona görə də istənilən çətinlikdə psixologiya ilə maraqlanmaq çarəmiz, bəzən isə çarəmizin bir dəstəkləyicisi, bəzən də bir qismi ola bilər. Bəs psixoloq sənətinin çətinlikləri və özəllikləri nədir? Maraqlı sualdır. Çətinlikləri hər bir işdə olduğu kimi bu sənətin də özünə məxsus çətinlikləri var. Çətinlik, bir də baxır, insan çətinliyi necə ifadə edir, necə tanımlayır. İndi bizim burada mənim şəxsən öz fəaliyyətimdə bir klassik, ənənəvi psixoloq kimi kimliyim var. Eyni zamanda o barədə də danışarıq vaxtımız olsa. Psyche dediyimiz bir mövzu var ki, o barədə eyni zamanda mənim bir müəllim kimliyim də var. Çünki təlimlər tədris edirəm, dərslər keçirəm. Bunların üçündə də baxdığımızda həyatımızda necə yanaşırıqsa çətinliyə, çətinlik o şəkildə bizim həyatımıza təsir göstərir. Bir çox hallarda insanların yaşadıkları eyni məsələ kimisi üçün çətinlik və problem olur, kimisi üçün isə çətinlik olmur. Sadəcə olaraq asanlıq adını qoyur. Ümumi olaraq baxdığımızda zehinsel bir işdir.
Potensial insanı əsas məhdudlaşdıran şey burada nə ola bilər? Zaman ola bilər. Mən düşünürəm ki, zamanını da düzgün bir şəkildə idarə edən bir insan üçün bir problem olmayacaqdır. Şəxsən mən həyatımda bu sahədə, mən ümumən həyatımı müəyyən bir nöqtədən sonra, demək olar ki, elə 2021-ci ildən bəri çox asanlaşdırdığım üçün mən işimdən yorulmuram. Və bu sahədə demək olar ki, heç vaxt çətinliklə qarşılaşmıram. Elə bu sahədə mənim qarşılaşdığım çətinlikləri belə məni qüvvətləndirəcək və məni böyüdəcək, dəstəkləyici şeylər olaraq gördüyüm üçün hamısından məmnunam. Nə gözəl cümlədir. İşte ağırlıq olanda bu cümləni mütləq özümüzə deməliyik. Çətinliyi necə gördüyümüz önəmlidir. Çətinliyi sizin həyatınızda önünüzdəki bir daş parçası olaraq da görə bilərsiniz. Sizi qüvvətləndirəcək bir şey olaraq da görə bilərsiniz. Çətinliklərinizdən öyrənə də bilərsiniz. Amma diqqətli olmaq lazımdır ki, öyrənmək ancaq çətinlikdən çıxır deyə bir inancınız da varsa, öyrənmək üçün həmişə çətinlikdən, həyatınız çətinliklə dolu olur, əski olmaz. El arasında belə bir deyim var, insanın ən böyük psixoloq elə insanın özüdür. Bu fikir sizcə nə qədər düzdür? Bu fikir bu şəkildə düzdür ki, bir insan həyatındakı problemini, yaşadığı çətinliyi və probleminin nə olduğunu ən yaxşı özü bilir. Ondan yaxşı heç kəs bilə bilməz. Eləcə də o problemin öhdəsindən necə gəlmək lazımdır, onun həlli nədir, onu da ən yaxşı özü bilir. Biz bəzən elə zənn edirik ki, kimsə bizə bir şey öyrədəcək və biz onun öyrətdiyi şeyi həyatımıza eləyəcəyik və birdən-birə həyatımız düzələcək, dəyişəcək. Bu doğru bir düşüncə deyil. Çünki psixologiya xüsusən də zehin, insan zehni, insanın şuuraltı zehni qaydalara və çərçivələrə sığmayacaq dərəcədə geniş bir anlayışdır. Bəzən biz bunu çox görürük ki, səndə bu problem var, 100% demək olar ki, səndə bu problem olub deyə səndə, bu filan travman var deyə səndə bu problem var həyatında kimi bəzi yanaşmalar gəlib çatır. Bu doğru bir düşüncə deyil. Ona görə ki, eyni problemi yaşayan müxtəlif insanların o problemə düşmə səbəbləri də müxtəlif ola bilər. Yəni, üzdə görünən şey aydındır. Hamı, məsələn, 5 nəfər var, 5-nin də, deyək ki, işləri alınmır, 5-i də özünə qapanıqdır, 5-i də depressiyadadır, amma fərqli səbəblərdən və fərqli şəkillərdə seyr edirlər bunları öz həyatında. Bunu da qalıcı bir şəkildə dəyişdirməyin yolu yenə də o müdriklik o insanın öz daxilindədir. Bu səbəbdən o müdrikliyi aşkara çıxardan o insanın özüdür. Yəni, dəyişən də, həyatındakı dəyişiklikləri imza atan da həyatının memarı insanın özüdür. Burada seans zamanı bu insana sadəcə bizim edə biləcəyimiz şey sadəcə o insanın daxilindəki müdrikliyi aşkara çıxartması ola bilər. Digər bir perspektivdən baxdığımızda isə bəzən bu insanın psixoloqu özü olmalıdır düşüncəsi, bəzən bu şəkildə əksər hallarda qavranılmır. Bu şəkildə insanlar tərəfindən qavranılır ki, problem yaşayanda mən gərək o problemlə mübarizə aparıb özümü bir şəkildə bir aydınlığa çıxartmalıyam və bu da bir çox hallarda insanın mövcud problemləri ilə boğuşub onu bastırmağına səbəb olur. Yaşadığı çətinliyin verdiyi stres yetməzmiş kimi ikinci bir başqa stres də yaradır və bu iki stres, bu iki çətinlik başlayır insan həyatında daha da böyük bir stres yaratmağa. Və bu stres miqdarı böyüdükcə iş daha da mürəkkəbləşir. O cəhətdən problemdən qaçdığını zənn edir ki, qaçır da. Lakin belə bir söz var. İnsan heç vaxt problemdən qaça bilməz. Əksinə onu öz ziyanına ertələyə bilər. Mən özümün psixoloq olacam, özümü vəziyyətdən çıxardacam deyə qavranılan düşüncə bir çox hallarda insanın öz problemini bastırması ya da ondan qaçması ilə nəticələnir ki, bu da problemi həll etmir, onu daha da çətinləşdirir. Bu cəhətdən baxdığımızda bu fikir yanlışdır. İnsanın həyatında edə biləcəyi dəyişikliyin əsas başında dayanan baş qəhrəmanı özüdür düşüncəsi cəhətdən baxdığımızda doğrudur. İnsanlar tərəfindən sizə ən çox müraciət olunan psixoloji çətinliklər hansılardır? Bilirsiniz, bu müxtəlif individual bir mövzudur və dəyişkəndir. Bu, eyni zamanda sosial məsələlərlə bağlı da dəyişir. Məsələn, deyək ki, bütün toplumu, bütün cəmiyyəti narahat edən bir məsələ olur. Ona görə bir də görürsünüz ki, məsələn, daha çox gələn müraciətlər sırf bir mövzu ilə bağlıdır. Pandemiya olur, insanların daha çox sağlamlıqla bağlı və yaxud güvənlik anlayışları ilə bağlı daha çox çətinliyi olur.
Elə bir dövr gəlir ki, münasibətlərlə bağlı daha çox gəlirlər. Elə bir dövr olur ki, fiziki sağlamlıqla bağlı, elə bir dövr olur ki, şəxsi güclə bağlı və yaxud özgüvənlə bağlı gəlirlər. Yəni, bu həm dövrdən dövrə dəyişən bir şeydir. Eyni zamanda insandan insana dəyişən bir şeydir. Ən çox gələn müraciət nədir deyə baxsaq, hər sahədən var. Yəni, kateqoriya olaraq mən sizə deyə bilərəm ki, münasibətlər, şəxsi güc, özgüvən, sağlamlıq, karyera, bolluq məsələləri və bu kimi buna bənzər başqa sahələr, öyrənmə çətinlikləri, konsentrasiya problemləri və s. Hər sahədən, hər mövzu ilə bağlı insanlar gəlir. İnsan ruhiyyəsi cəhətdən dəyişməsi nəyə görə çox vaxt alır? Bir çox hallarda insanın dəyişməsinin vaxt aparmasının səbəbi ondan qaynaqlanır ki, ya insanlar özləri dəyişimlə bağlı səmimi və dürüst olmurlar, dəyişmək istəmirlər. Çünki insanın həqiqətən öz içindən bir istək gəlmədikcə dəyişməsi mümkün deyil. Çünki bu həyatda dəyişdirə biləcəyimiz yeganə bir dənə şəxs var, o da biz özümüzük. Biz, yəni insanın övladından yaxın heç nə yoxdur, heç kəs yoxdur. Biz övladımızı belə dəyişə bilmərik. Biz həyatda ancaq özümüzü dəyişdirə bilərik. Hər kəs özünü dəyişdirə bilər. Ona görə də dəyişimin ilk şərti insanın dəyişimi istəməsidir. Dəyişimin ikinci şərti bunu istədikdən sonra bunu edə biləcəyinə inanmasıdır. Üçüncü şərti isə bunun üçün addım atmasıdır, hərəkətə keçməsidir. Hərəkətə keçdikdən sonra, daha doğrusu inancla hərəkətə keçmə arasında incə bir çizgi var. Nəyə görə istəyən insanların dəyişimi çətin olur və yaxud da ki, uzun bir vaxt alır? Burada belə bir nüans var, inanc dediyimiz nüans. Bizim həyatımız yəni zehnimiz tərəfindən idarə olunur və zehin iki hissədən ibarətdir. Şuurlu zehin və şuuraltı zehin. Şuurlu zehin cəmi həyatımızın 5%lik bir bölməsini idarə edir və bizim hədəflərimizi qoyan hissədir. Şuuraltı zehin isə həyatımızın 95%lik bir hissəsini avtomatik pilotda idarə edir, daha güclüdür. Vərdişlərimizi, davranış qəlblərimizi idarə edən hissədir. İnsan dəyişməyi istəyir şuurlu zehin cəhətdən. Amma o istədiyi şeyi reallaşdıra bilməsi üçün arxa planda, şuur altında əgər onu əngəlləyən inancları varsa, potensialın önünü tıxayan məhdudlaşdırıcı inancları varsa, o çətinlik çəkəcək. Ki bir çox hallarda bizim zaten öyrəndiyimiz, yəni bu inanclar ya bizim həyat təcrübəmizlə yaranır, ya da ki bizim zehnimizə bunlar başqaları tərəfindən aşılanır. Məsələn, mənim özümdə də olub bu inanc. Dəyişmək çətindir, dəyişmək çox vaxt aparır. Yaxşı bir nəticə əldə etmək üçün gərək böyük bir çətinlikdən keçmək lazımdır. Və yaxud da ki, bir problem nə qədər böyükdürsə, o problemin həlli də o qədər böyük və çətin yollardan keçərək olmalıdır kimi inanclar özü insanların dəyişim çətindir inancının yaranmasına səbəb olur ki, bu da bizim dəyişimimizi çətinləşdirə bilir. Halbuki bizim bilməli olduğumuz bir nüans var ki, bizim həyatda yaşadığımız problemin səbəbi olan o inanclar uzun müddət zamanı yaranmır. Yaşadığımız bir həyat təcrübəsi nəticəsində bir anda yaranır, düzgün bir yanaşma ilə bir anda da dəyişə bilər. Sonra o inanc özünü təkrarlayır bizim həyatımızda müxtəlif hadisələr fonunda. Nəticə etibarilə bura kimi hər şey tamamdırsa, başqa hansı səbəbdən qaynaqlana bilər? İstifadə olunan dəyişim metodikalarının zəif olması, effektivliyinin az olması cəhətdən ola bilər ki, istifadə etdiyiniz o vasitə də çox önəmlidir. Yəni, təyyarənin varlığından xəbəri olmayan bir insan üçün Bakıdan İstanbula getmək at arabası ilə və yaxud da ki, avtomobillə, velosipedlə çox çətin olduğu halda təyyarə deyə bir şeyin varlığından xəbəri olan bir insan üçün cəmi bir neçə saat vaxt aparır. Burada isə bir neçə ay vaxt aparır. İndi sual olunur, çətindirmi oraya getmək, asandır mı? Baxır kim necə gedir o yol. Və siz psixoloji seanslarınızı necə aparırsınız? Mən 2021-ci ildə qarşılaşdığım bir video və eyni zamanda oxuduğum bir kitab, eyni zamanda bir dostumun da tövsiyəsi ilə Psy-K adlı bir metod öyrəndim. O vaxtı mən Türkiyədə idim. Türkiyənin Marmaris şəhərində bu təlim təşkil olunurdu.
Effektivliyi baxıb gördüm ki, uzun illərdir, 40 ilə yaxındır ki, dünya miqyasında minlərlə insan tərəfindən sübut olunmuş bir metoddur. Çox maraqlı gəldi. Öz problemlərimin birinci həlli olsun deyə bu metoda mən başvurdum. Və mən getdim bunu öyrəndim. Deyim 2021-ci ildə. Mən təlimə gedəndə birinci növbədə bu özüm məndə belə bir qəribə bir təəssürat yaratmışdı ki, dəyişim bu qədər asandımmı? Çünki o vaxta qədər mənim həyatımda öyrəndiyim və tətbiq etdiyim metodikalar çox çətin, uzun yollardan keçib, ağrılardan, əziyyətlərdən, keşməkeşlərdən keçərək dəyişməyi göstərirdi və öyrədirdi. Ancaq bu metodika bunun tam tərsini iddia edirdi və bunu da göstərirdi ki, dəyişmək heç o qədər də bildiyimiz, sandığımız qədər çətin bir proses deyil. Mən bunu öyrəndim, öyrəndikdən sonra birinci özümlə başladım mübarizə aparmağa, özümlə elə deyək, dəyişikliyi həyata keçirtməyə. Ondan sonra seanslarımda ancaq Psyche-ni istifadə etməyə başladım. Psyche nədir? Mən qısaca bu barədə məlumat verim sizə. Psyche, key of psyche deməkdir, yəni psixanın açarı deyə ifadə oluna bilər. İnsan beyninin sağ və sol yarımkürəsini eyni anda istifadə etməsini təmin edərək, çox qısa bir zamanda, bir neçə dəqiqə ərzində yaşadığımız hər hansı bir yıxıcı stresi dəyişdirməyi ya da ki, bizim belə deyək, istədiyimiz hədəfi reallaşdırmağımızın önündə dayanan maneəni, o məhdudlaşdırıcı inancı bizi dəstəkləyəcək inanca tez bir zamanda dəyişdirməyin bir metodudur, bir yoludur. Mən öz həyatımda da hər gün və eyni zamanda seanslarımda da başqaları ilə ancaq bunu istifadə edirəm və ən gözəl cəhəti odur ki, bunu hamı öyrənə bilər. Hamı öyrənib, özü ilə bunu istifadə edə bilər, eyni zamanda ilərləyən zamanlarda da başqaları ilə də istifadə edə bilər. Ona görə də mənim seçimim ancaq Psyche-dən yanadır. Psyche nəyə görə effektivdir? Psyche-nin bu qədər effektiv olmağının səbəbi onun fəlsəfə və prinsiplərindən qaynaqlanır. Mənim dediyim kimi həyatımda bir çox metodikalarla tanış olmuşam. Klinik psixologiyada, psixoterapiyada istifadə olunan metodikalardır. Lakin Psyche-nin o biri metodlardan unikal olmağının, yəni daha effektiv və qalıcı təsirlər qısa bir zamanda yaratmağının əsas səbəbi dediyim kimi fəlsəfəsindən qaynaqlanır. Nədir burada fəlsəfəsindəki unikallıq? Bizim bir çox öyrəndiyimiz metodikalarda dəyişikliyi edən bir şəxs olur, bir mütəxəssis olur. Siz gedirsiniz o mütəxəssisə müraciət edirsiniz və bu mütəxəssis sizin bu probleminizin həlli üçün sizə doğru yol deyək, qıdırnaq arası göstərir, bir şeylər öyrədir. Ya da ki, sizə nə etməli olduğunuzu bəzi hallarda deyir və yaxud da ki, sizin həyatınızı dəyişdirir. Nə qədər absurd olsa da. Sizin yerinizə bir şeylər edir, sizin xəyallarınızı reallaşdırır şəklində ifadələrlə təsvir olunur. Bunlar əslində insanları gücsüzləşdirməyin və onların güclərini əllərindən almağın başqa bir yoludur. Bir insanın həyatındakı dəyişikliyin qalıcı və davamlı olmasının əsas təməli o insanın həyatındakı əsas dəyişikliyi edən şəxsin özünün olduğunu anlamağından keçir. Yəni, gücün özündə olduğunu dərk etməsindən keçir. Psyche, insanın daxilindəki müdrikliyin, gücün, kilidinin açarı olaraq ifadə olunduğu üçün, yəni o açarı əlinizə alırsınız, o açar əlinizdə olur və o dəyişikliyi etmək üçün daxilinizdəki gücün kilidini açırsınız. Bu açarı sizə təhvil verir. Sizinlə birlikdə edilən bir prosesdir. Sizin üzərinizdə edilən bir proses deyil. Burada məsəl üçün siz seansa da gəldiyiniz zaman biz birlikdə bir proses həyata keçiririk. Ona görə Psyche Facilitator, yəni Psyche asanlaşdırıcısı adlanır bunu edən insanlar. Bu dəyişikliyi edə bilmək üçün biz birlikdə sizin probleminizin səbəbini tapırsınız. Bunu hamısını siz edirsiniz bu arada. Dəyişikliyi görən də sizsiniz, təsdiqləyən də sizsiniz, o problemin səbəbini tapan, onu istədiyiniz başqa bir şeylə dəyişdirən də sizsiniz. Demək olar ki, hər şey sizin kontrolunuzdadır. 99,9%. Ona görə də insanın gücünü əlindən alan deyil, əksinə gücünü ona qazandıran bir metod olduğu üçün daha tez, qısa bir zamanda effektiv nəticələr yaradır. Başlıca fərqi bundan ibarətdir. Bir digər fərqi isə odur ki, Psyche insanın yəni
duyğusal sağ beyni ilə məntiqsel sol beynini balanslı bir şəkildə tam beyin halına gətirib lazım olan dəyişikliyi yaratması üçün əlverişli bir vəziyyət yaradır. Və o vəziyyətin içərisində o dəyişimi insanın özü edir. Bildiyimiz kimi insan dedik ki, zehnimiz bizim idarə edir həyatımızı və zehin də iki hissədən ibarətdir. Şuur və şuuraltı. Bunun hamısı ilə eyni anda işləmiş olursunuz sayıqda. Həmçinin bir insanın həyatında necə ki, fiziki potensialının yaxşı şəkildə faydalana bilməsi üçün sağ tərəfi ilə sol tərəfini balansda istifadə etməlidir. Zehin potensialını da, psixologiyasını da yaxşı istifadə edə bilməsi üçün sağ beyni ilə sol beyni balansda olmalıdır. Sayki məhz bunun üçün tərtib olunub. İnsanın sağ və sol beyin yarımkürələrini balanslaşdırıb lazım olan dəyişikliyi edə bilməsi üçün lazımi inanc dəyişikliklərini həyata keçirməsi və burada da bütün güc kontrol sizdə olduğu üçün və bunu da siz öyrəndiyiniz üçün burada bütün güc sizdədir. Bu cəhətdən də unikaldır, effektivdir, tez bir zamanda qalıcı dəyişimlər yaradır. İndi belə çıxır ki, biz bir problem yaşayanda, çətinlik yaşayanda iradə gücü ilə dəyişmək ona görə çətindir ki, şuurlu zehinlə şuuraltı zehni dəyişdirmək tankın qabağına bıçaqla çıxmağa bənzəyir. Çünki biri o birindən 1 milyon dəfə daha güclüdür. Bu səbəbdən iradə gücü ilə dəyişməyə çalışmaq çətindir və əziyyətlidir. Ona görə də iradə gücü bizim hədəflərimizi yaratmaq cəhətdən faydalıdır. Amma o dəyişim yolculuğunu asan və komfortlu bir hala gətirən bizim iradə gücümüzün olduğu şuur və təfəkkür hissəsi deyil. Arxa planda bizim bütün performanslarımızı idarə edən şuuraltı hissədir. Ona görə də iradə gücü ilə şuur səviyyəsində problemi görüb, fərqinə varıb, iradəmizi istifadə edərək qarşımıza məqsəd qoyub, duyğusal cəhətdən şuuraltı zehnimizdə əngəlləri ortadan qaldırmalıyıq ki, iş özü axarında getsin. Psixoloji çətinliklə yaşayan insanlara məsləhətiniz? Vallahi, ən əsas məsləhət deməyək bunu. Mən öz yolculuğumdan yola çıxaraq deyim ki, dəyişmək sandığınız qədər çətin bir şey deyil. Hər bir insan dəyişə bilər. Yetər ki, bu barədə özünə qarşı dürüst olsun, dəyişməyi həqiqətən istəsin. Biz bir şeyi istədikdən sonra əlbət bir şəkildə biz onun yolunu tapırıq. Yekun olaraq mən öz fikrimi bu şəkildə ifadə edə bilərəm ki, bunu deyə bilərəm ki, insanlara, bizi izləyən hər kəsə, həyatınızın memarı sizsiniz. Dəyişim üçün bütün güc sizin öz daxilinizdə var. Yetər ki, istəyin, fərqinə varın və addım atın. Həyatınız bir filmdirsə, bunun rejissoru sizsiniz. Oyuncularla, başrolda siz elə özünüz müəyyən edirsiniz. Keçin həyatınızın sükanının arxasına və onu gözəl bir şəkildə idarə edin. Bugünkü verilişimizin sonuna çatdıq. Gələn buraxılışlarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın.